Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Milli Məclisdə müzakirə olunan diplomatik xidmət haqqında qanuna təklif edilən dəyişikliklər diplomatların sosial təminatının gücləndirilməsini nəzərdə tutur. Layihəyə əsasən diplomatlar pensiyaya çıxarkən orta aylıq əmək haqlarının 6 misli həcmində birdəfəlik ödəniş alacaq. Həmçinin maaş strukturuna yeni əlavələr ediləcək. Məsələ ilə bağlı deputat Elçin Mirzəbəyli bildirib ki, bu dəyişikliklər diplomatik xidmət sisteminin inkişafı və peşəkar kadr potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə diplomatik xidmət digər dövlət qulluğu sahələrindən fərqlənir və yüksək məsuliyyət, xüsusi hazırlıq, xarici ölkələrdə fəaliyyət, ailədən uzaqda yaşamaq kimi əlavə çətinliklərlə müşayiət olunur. Buna görə də diplomatlara veriləcək birdəfəlik ödəniş onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Deputat qeyd edib ki, maaşlara yeni əlavələrin edilməsi diplomatik peşənin cəlbediciliyini artıracaq. Müasir diplomatiya artıq təkcə protokol fəaliyyəti ilə məhdudlaşmır. Bu sahə geosiyasi proseslərin idarə olunması, iqtisadi diplomatiya, informasiya təhlükəsizliyi, beynəlxalq hüquq və strateji kommunikasiyalar kimi istiqamətlərdə yüksək ixtisaslı mütəxəssislərin fəaliyyətini tələb edir. Rəqabət qabiliyyətli əmək haqqı və sosial təminat peşəkar kadrların sistemdə qalmasına və beyin axınının qarşısının alınmasına kömək edir. Elçin Mirzəbəyli Azərbaycanın son illərdə həyata keçirdiyi fəal xarici siyasətə, postmünaqişə dövründə regionda yaranan yeni geosiyasi şəraitə, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsinə, eləcə də iqtisadi və enerji diplomatiyasının artan əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, bütün bunlar diplomatik korpusun üzərinə əlavə məsuliyyət və vəzifələr qoyur. Bu səbəbdən diplomatik xidmət əməkdaşlarının maddi və sosial təminatının gücləndirilməsi dövlətin xarici siyasət imkanlarının artırılması baxımından da strateji əhəmiyyət daşıyır. Deputat hesab edir ki, qanun layihəsi yalnız sosial dəstək tədbiri deyil, həm də peşəkar diplomatik korpusun formalaşdırılmasına, təcrübəli diplomatların sistemdə saxlanılmasına və gənc mütəxəssislərin diplomatik xidmətə cəlb olunmasına yönəlmiş institusional islahatdır. Onun fikrincə, bu dəyişikliklər uzunmüddətli perspektivdə Azərbaycanın diplomatik xidmətinin səmərəliliyinin daha da artırılmasına müsbət təsir göstərəcək. Azərbaycan Avropanın Rusiya qazından asılılığının azalmasına töhfə verir, iqtisadçı. Oxu24.com xəbər verir ki, şəhərimizdə baş tutan Bakı Enerji Həftəsi çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Caspian Oil and Gas, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Caspian Power sərgiləri və 31-ci Bakı Enerji Forumu keçirilib. Mötəbər tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki strateji rolunu xüsusi vurğulayaraq bəyan edib ki, bugün Avropanın enerji bazarını Cənub qaz dəhlizi olmadan təsəvvür etmək çətindir. Dövlət başçısının bu fikirləri fonunda Azərbaycanın Avropanın enerji xəritəsindəki yeri və çəkisi getdikcə daha da artır. Mövzu ilə bağlı Oxu24.com açıqlama verən iqtisadçı ekspert Eyüp Kərimli bildirib ki, hazırda dünyada cərəyan edən geosiyasi proseslər, xüsusilə Rusiya-Ukrayna münaqişəsi və yaxın şərqdəki İran-İsrail gərginliyi Avropanın enerji təhlükəsizliyini ciddi təhlükə altına qoyur. Ekspert qeyd edib ki, yaranmış böhran vəziyyətində qərb ölkələri sürətlə alternativ mənbələrə üstünlük verməyə çalışırlar. Məhz bu məqamda Azərbaycanın geostrateji mövqeyi və zəngin təbii resursları ölkəmizi Avropa üçün unikal və əvəzsiz bir tərəfdaşa çevirir. Bugün Azərbaycan artıq Avropanın 16 ölkəsinə qaz təchiz edir və bu coğrafiyanın gələcəkdə daha da genişlənməsi üçün böyük imkanlar var. Azərbaycan regional sabitliyin qorunmasında və etibarlı enerji təminatında həlledici faktordur. Eyüp Kərimlinin sözlərinə görə, rəsmi Bakının iqtisadi strategiyası təkcə ənənəvi karbohidrogen resurslarının ixracı ilə məhdudlaşmır. Azərbaycan gələcəkdə Avropaya elektrik enerjisi, xüsusilə yaşıl enerji ixrac etmək potensialına malikdir. Azərbaycan Avropa ölkələrində sadəcə xammal tədarükçüsü deyil, həm də ciddi investor kimi çıxış edir. Qərb bazarlarında qaz paylayıcı müəssisələrin, terminalların yaradılmasında ölkəmiz yaxından iştirak edir. Avropada yanacaq doldurma məntəqələri şəbəkəsinin genişləndirilməsinə yatırılan investisiyalar Azərbaycan qazının alternativ mənbə kimi imkanlarını daha da əvəzolunmaz edir. İqtisadçı vurğulayıb ki, Azərbaycanın apardığı çevik iqtisadi strategiya enerji resurslarının hasilatını artırmaqla yanaşı,
onların Avropanın ən müxtəlif nöqtələrinə çatdırılmasına şərait yaradır. Bu fəaliyyət strateji hədəfə Avropanın Rusiya qazından asılılığının minimuma endirilməsinə birbaşa töhfə verir. Eyni zamanda Azərbaycanın gələcəkdə böyük bir tranzit qovşağına çevriləcəyi gözlənilir. Ölkəmiz regional platforma rolunu oynayaraq Türkmənistan və Qazaxıstan qazını Türkiyə vasitəsilə Avropaya yönəltmək gücündədir. Bu isə Azərbaycanın beynəlxalq arenada iqtisadi nüfuzunu və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Onu xarici investorlar üçün daha cəlbedici edir. İranın ordusu yaxın şərqdəki ABŞ hərbi bazalarına zərbə endirib. Oxu Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu Sepah məlumat yayıb. ABŞ-ın Sirik və Keşm adasına qarşı hücumuna cavab olaraq regiondakı düşmən bazaları raketlərlə vurulub, deyə Mehr agentliyi Sepah istinadən xəbər verib. ABŞ ordusu isə İranın Küveyt və Bəhreyn istiqamətinə atdığı bir neçə ballistik raketi zərərsizləşdirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı CENTCOM məlumat verib. CENTCOM Hörmüz boğazı istiqamətinə buraxılmış 4 İran dronunu vurduqdan bir neçə saat sonra bu ölkə Küveyt və Bəhreyn istiqamətində 7 ballistik raket atıb. İlkin qiymətləndirmələrə görə İranın atdığı raketlərdən 6-sı zərərsizləşdirilib, 7-cisi isə hədəfinə çatmayıb, deyə komandanlığı məlumatında bildirilib. Komandanlıq qeyd edib ki, ABŞ hərbiçiləri arasında xəsarət alanlar barədə məlumat yoxdur. ABŞ hərbi dəniz qüvvələrinin Bəhreyndəki qərargahına ziyan dəyməyib. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu SPEF çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın adını xüsusi vurğulaması beynəlxalq diqqət çəkib. Putin çıxışında Azərbaycanın regional proseslərdə mühüm rol oynadığını bildirərək, rəsmi Bakının Moskvanın sorğularına operativ cavab verdiyini və bunun vəziyyətin sabitləşdirilməsində əhəmiyyətli olduğunu qeyd edib. Nojoment azca danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin sözlərinə görə, bu təşəkkürün arxasında hərbi strateji və logistik səbəblər dayanır. O bildirib ki, yaxın şərqdə artan gərginlik və ABŞ-İran qarşıdurması fonunda Rusiya Azərbaycanın tranzit imkanlarından və şimal-cənub nəqliyyat dəhlizindən ciddi şəkildə faydalanıb. Ekspert hesab edir ki, Moskvanın Bakıya açıq təşəkkürü Azərbaycanın regionda etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir. Politolog qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin aprelin 25-də Bakıya səfəri də Azərbaycanın geosiyasi əhəmiyyətini artırıb. Onun sözlərinə görə, Zelenski Bakıda üçtərəfli sülh danışıqlarına hazır olduqlarını bəyan etməklə Azərbaycanı beynəlxalq vasitəçilik platforması kimi ön plana çıxarıb. Əlibəyli vurğulayıb ki, Prezident İlham Əliyev həmin görüşdə Ukraynanın ərazi bütövlüyünə dəstəyi ifadə edib, enerji əməkdaşlığının genişləndirilməsini gündəmə gətirib və növbəti görüşün Ukraynada keçiriləcəyini açıqlayıb. Bununla yanaşı, Bakı-Moskva ilə münasibətlərdə gərginlik yaradacaq ritorikadan uzaq durub.